Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve eşhedü la ilahe illallah vahdehu la şerike leh ve tevellas salihin. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Ve sallallahu aleyhi ve sellem salaten ve selamen daimin mutelazimin ile yevmiddin. Allahümme enfa'ni bima allamtana ve allimna ma yenfa'na ve zidni ilme. Sonra şeyh yeni bir bab açır. Bab meshir ra'si kulli. Başın hər tərəfindən məhs etmək. Belə bir bab açır. Necə ki, ilk dəfə Allah Subhanahu və Teala'nın sözünü gətirir. Qavlillah Teala, Allahın sözü olaraq وَمْسَحُوا بِرُؤُسِكُمْ Başınıza məhs təkin. Hədisdə gətirir ki, قال لعبد الله بن زيد هو جد عمرو بن يحيى أتستطيع أن تريني كيف كان رسول الله صلى الله عليه وسلم يتوضأ deyir ki İbn Zeyd hansı ki İbn Yahya'nın babasıydı. Ona deyir, sual verirlər ki Peyğəmbər sallallahu aleyhi və səlləmin necə dəstəmaz aldığını bizə göstərə bilərsənmi? Qayl Abdullah bin Zeyd deyir ki, bəli, eləyərəm. Fədə'ab məyin, yəni su gətizdirdi. Təəfrağa alə yədəyi və qəzəl mərrateyn. Və oradan həmən qabın içindən su götürərək əlini 2 dəfə yudu. Sonra ağzına, burnuna su aldı, mədmada bastan tara elədi, yaxaladı və təmizlədi. Sonra üzünü 3 dəfə yudu. Sonra əlini 2 dəfə yudu. Bax, belə də gəlir. Üzünü 3 dəfə yudu. Sonra əlini dirsəklərə qədər 2 dəfə yudu. Mirfəqeyn. Thumma məsəhə rəqsəhu biyədəyi. Sonra əli ilə başına məssəhi fəqbələ bihimə və ədbəra. İrəli və geri çəkərək başına məssəşdi. Fədəl müqaddəm bir rəsi həttə zəhəbə bihimə ilə qafə. Hətta başın ortasına qədər nədir? Çəkdi. Thumma radduhumə ilə məkənilləzi bədə minhu thumma qəsələ riciləyn. Və sonra deyir, məsələn sonra da ayaqlarını yudu. Və rəizə utiligə yəşməl kullə mənəbəti şə'ri mə'təd. Deyir, baş haradan başlayır? Baş saçların çıxıb, hansı ki bitən yerindən, qurtaran yerindən də nədir? Başlayır. Yəni, nə qədər saç yeri var, yəni buradan hansı ki boyun tərəf istisna olmaqla, bu nə qədər tük yerləri var, ora nədir? Baş sinifinə daxildir. Və huvə min munhənə cəbhəli ilə ə'lə unuq. Hansı ki buradan divdən başlayaraq deyir, xüttəyin tam yuxarı tərəfinə nədir? Belə baş sinifidir. Baş sinifə nədir? Daxildir. Yəni, baş deyəndə qəsd olunan nədir? Odur. Qulaqdan qulağa da nədir? Baş sinifinə daxildir. Və buna görə də başa məs çəkəndə Peyğəmbər sallallahu aleyhi və səlləm qulaqların içinə də məs çəkirdi. Niyə? Baş sinifinə daxil olduğuna görə. Baş sinifinə daxil olduğuna görə. Amma məsə gəldikdə, məs necə olur, deyir, əllərini içinə keçirdi. Peyğəmbər s.ə.v deyir, göstərdi, belədi. Dalla, qafa buradır. Qafa, türkçə sözü var, qafa, başın ortada qafa. Bura qədər və buradan da geri qaytardı. Yəni, buradan görünür ki, sünnə olaraq budur. Sünnə olaraq, bax, budur. Çevrilir, bax, budur. Axıra qədər və sonra qaytarılır. Sünnə budur. Amma icazəlidir. Əllə də belə məsələn, icazəlidir. Amma sünnə budur. Sual çıxır ki, onda qadınların saçı uzundur.
qəsd olan saçdırsa da, saçın bir tərəfinə məhz çəkə bilərmi? O gətirir ki, Lakinnehu la yelzemuha en temsaha ma nazala an manabid şa'ri li'annahu leysa min ar-ra's. Deyir ki, saçın deyir o olan yerlərinə məhz çəkməsi baş sinifinə daxil deyil. Orada nə gəlir? Ras. Elə deyil, baş. Demir şa'r saçına. Tutdunuz mənanı? Hədisdə nə gəlir? Ayədə də biruusikum vəmsəhu biruusikum başınıza nədir? Məssəkin. Demir nədir? Saçınıza. Ona görə də artıq alimlər gətirir ki, orada qəsd olunan nədir? Baş. Demək, qadın da nədir? Başa məssəkin. Lakin yəni şərt deyil ki, möhkəm şəkildə belə çəksin, saçı başı dağılsın da. Qadınlarda saç uzun olduğuna görə dağılma ehtimalı çoxdur. Ona görə yüngül çəkdi, qaytardı, nədir? Kifayət eləyir. Ona görə deyir ki, وَهُوَ لَيْسَ مِنْ رَأْسِ حَالَ نُزُولِهِ لَكِنَ مِنْ رَأْسِ فِي جُبُورِهِ. Lakin deyir, saçın sallanan, nazil olan yerinə yox, kökünə deyil məhz çəkilməlidir. Kök qəsd olunan haradır? Dibi, yəni baş. Nəhnu məsəhnə cüzurəhi ləti fi rə'si əmmə mə nəzələ fəleysə min rə'si fəhətə istədəllə min qal innə mustarəsil min lihhədə lə yecibu qəsluhu mə vəcih. Yəni ki, buradan deyil, götürülür ki, məsələn, saçın elə uzun olduğu üçün də saqqal da uzundur belə. İndi saqqal uzundur. Onda deyir, onu yuyanda necə yuyulur deyir. Budan deyir, salınır deyir, belə yuyulur. Yoxsa deyir, üzə vurularaq deyir. Yəni, insan başlısı nəsinə düşür. Elə deyir, çoxdur da, yəni. Onda necə olur deyir. O da deyir ki, saqqalın deyir, çıxan yerlər ki var, oradan yuyulur. Bax, üz yuyuldu, saqqal uzunsa nə edilir? Deyilən, bu əl belə-belə gedir. Belə-belə gedir. Yəni, mən saqqalımı salım kranın altında belə yuyum ki, istansan, elə şey yoxdur. Yudun üzünü. Bax, saqqalın diblərini. Sənə vacib olan tərəfdir. Üzün vacib olan tərəf. Üz haradır? Qulağın diblərindən başlayaraq unuq. Boğaz şeyi, udulaqdan bu tərəf, buralar üst sayılır. Buradan aşağı sayılmır. Ona görə də kim ki buradan tük çıxanda saqqalını alırsa da belə altına, saqqal sinifinə daxil deyil. Saqqal sinifinə daxil deyil. Hətta alimlər arasında ixtilafdır nədir? Yanaq. Bir qism alim gətirir, yanaq saqqal sinifinə daxil deyil. Yanaq saqqal sinifinə daxildir. Yəni belə, əgər bunun hamısı saqqal sinifinə daxilsə, onda görə qaşları da qırxasan, və yaxud da qaşları da gözləri, yəni belə əl vurasan. Amma halbuki nədir? Haramdır. Əgər oradansa niyə haramdır? Aydın oldu mu? Yəni ki, haramdır da qaşa əl vurmaq. Və bu baxımından bir qisim gətirir ki, yanaqlar saqqal sinifinə daxil deyil. Yəni də doğrusunu Allah bilir, amma üstündə kimisi deyir ki, yox, daxildir. Ən mühim, yuduqdan sonra saqqalı sıx olanlar, kəsif olanlar neyini? Barmaqla xələ, səri salır, belə-belə eləyir, kifayət edir artıq. Yudun, elədir. Bir hədisdə gəlibdir, yuduqdan sonra üzünü əlini salıb içərdə belə etdikdən sonra 3 dəfə yudun, əlinə su alırsan, altdan vurursan. Bu sünnədə gəlir. Aydın oldu mu? Üzünü yudun, sonra balaca su götürürsən, altdan vurursan. Və bunu eləmək çox yaxşıdır. Çünki Peyğəmbər sallallahu bunu tərk eləməkdir sabah. Dəstəmaz alanda həmişə ora elə o cür nədir? Su vururdu. Və ona görə də bu o sinifə daxildir ki, qadın saçı yox, saçın çıxan yerinə, yəni divə neyini məsələşmək. O da qəsd olunan nədir? Başdır. Sonra məsələnin gətirir ki, şeyx, imamə məsələsini, yəni əmmamə. Və yaxud da əmmamə. Əsasən nədir? Əmmamə gedir, əmmamə. Əgər əmmamə varsa, əmmamə bir sizə nədir? Bax, fəs deyilir, bax, belə dolanır. Dolanır, qulaq
divindən düz boyun, hər şeylə də bağlanır. Əgər dəstəmaz alıbsansa da onu çıxartmağa ehtiyac yoxdur. Əmmamənin üstündən çəkə bilirsən. Corab kimi də. Hə. İkinci qism qadınlar hicablıdırsa da ximərin üstünə nə edə bilər? Məhz çəkə bilər. Nə daşıyır o? Əmmamə hökmü daşıyır. Lakin ixtilaf nədədir? Əgər əmmamədən qulaq çıxarsa, əmmamədən alnın hansısa bir yeri çıxarsa, görünərsə də artıq əmmamənin üstündən məhz səhmə hökmü qaldırılır. Çünki nə edir? Görsənir artıq. Demək, orada nə edəcəksən? Artıq başa məhz çəkəcəksən. فمثلا إذا كان على الإنسان إمامة وظهر بعض الناسية deyir ki, insan deyir, əmmamə taxıb. Lakin deyir, alın deyir, üstünlüyü, alını görsənir. Və yaxud da qafadan, başdan bir şey görsənir. فَإِنَّ مَسْعَ هَذَا الظَّاهِرِ لَا يَجِبْ Yəni, vacib deyir ki, nədir? Artıq onun üzərində nədir? Məhz çəkəsən. Onca alimlər arasında nədir bu? İxtilafdır. Örtünməlidir. Yəni, bir növ qiyas olaraq nəyə gətirirlər? Corabı gətirirlər. Və sonra başqa bir hədisdə gəlir ki, o da Abdullah bin Zeyddən gəlir. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem su dedi gətirin və bir qap su gətirdilər və dəstəmaz aldı. Əlini saldı, 3 dəfə yudu, sonra deyir, mədəmədən istanşaq elədi, ağzına burnuna su aldı, təmizlədi və sonra deyir, üzünü 3 dəfə yudu və sonra əlini dirsəklərə qədər 2 dəfə yudu. Bu da başqa bir rəvayətdə gəlir. Və sonra deyir, başına məssəkdikdən sonra əyaqlarını Kəbeyinə, yəni topuqlara qədər neynədir? Yudu. Alimlər niyə bunu gətirir? Deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm əyağa deyir, gətirmədi 1, 2, nə də 3. Şirir. Fəqasələ ricleyhi, o biri hədisdə də, bu hədisdə də. Ayaqlarını yudu, iləl kə'beyn, hara qədər? Topuqlara qədər. Heç buradan da deyir, bəziləri qiyas gətirir ki, yuxarıya bağlayırsan. 2 dəfə yuyursansa da 2 dəfə yuyarsan. 1 dəfə yuyursansa 1 dəfə yuyursan. 3 dəfə yuyursansa nədir? 3 dəfə yuyursan. Yəni bu da deyir, yəni elə deyir, mötəbər deyil, yəni nə barədə? Bu qiyasdır. Lakin əyağını salıb birbaşa yuya bilərsən. Yəni əyağını bir dəfə yudun, topuğa qədər çəkdin, bir oturub yuyursan, çəkdin, bir oturub yuyursan. Yəni bu biraz fəqildir, yəni ağırdır. Su baxımdan da ağırdır. Yəni biri deyək ki, yuxarıda yuyur. Ayağını qaldırıb nə deyir? Biraz yuxarıda yuyur da. Belə təsəvvürlə oynarsan da indi belə. Bəzilərinə gətir ki, bu ağır, amma icazəlidir. Yəni onu deyənlər də var ki, neysən, idafə edirsən özündən nəyə? Yuxarıya. İdafə nədir? Bağlandı. Mudaf. İdafə edirsən ki, özündən nəyə? Qabağa. Lakin deyir, yuduqca birinci başlayır nə? Çeçələ barmaq, 2 ayaqlarının nəyə? Barmaqların arasına. Arası nədir? Yuyursan. Lakin məsələ nədir fəqihlərdə? Bir qismi gətirir sağı sağından, solu solundan. Bir qismi gətirir hər ikisini solundan. Bir qismi gətirir təsdiq. Asla nədir? Rahatdır. Asla nədir? Rahatdır. Və ona görə ümumiyyətlə dəstəmaz nədir? Almaq alimlər arasında nədir? Böyük ixtilafdır. Və buradan da istinbat çıxır ki, unudarsansa, demək, üzünü 3 dəfə yüksən, əlini 2 dəfə. Problem yoxdur, dalı qayıtmırsan. Hətta bəziləri deyir ki, qolların yeni dəyişsən də, yadından çıxsa. Orada nədir? Batil eləmir. Yəni, bilərəkdən yox, bilmirəkdən. Və ona görə üzünü, əlini 2 dəfə yüksən, problem yoxdur, yəni. Yəni, qaytarmağa ehtiyac yoxdur. Unudarsan da, təbii ki, yəni, unudarsansa da. Hədisdən də götürülür. Bu nədir? İcazəlidir. Kəbəyn deyəndə əsfəli səq qəsd olunur. Yəni ki, baldırın, bu baldırdır. Elə deyilmi səq? Bunun aşağı tərəfə, qutaracağı tərəf. Yəni, hara birləşək? Oynaq tərəfə birləşək. Demək, topuqdan
Topuq sümüyündən deyək. Bəli, içəri topuq olsun, istəyir çöl topuq olsun, yəni belə deyək də. Buradan aşağı yudunsa da, demək buradan belə. Topuq daxil olmazsa da, artıq nə olur? Batildir. Dəstəmaz yoxdur, batildir. Lakin yaxşı olar ki, səyağın özünə qədər yuyasan. Bax, bura qədər. Topuqdan 4 barmaq yuxarı. Buradan, yəni mirfaqdan da 4 barmaq nədir? Yuxarı. Yumaq deyil, daha üstündür. Hətta bu ilə istinbatına görə radiyallahu anh. Nə qədər yuxarı yuyarsansa, bir o qədər nə inəcək? Parıldayacaqdır. Sıratdan keçəndə inşallah ki, onlar nədir? Parıldayacaq. Yəni, müsəlmanın bu qaranlıq o sıratdan keçməkdə parıltısı hansı yerlər olacaq? Dəstəmaz qızılar. Dəstəmaz yerləri. Ona qədər ki, yuxarı yuyursan, həm şübhədən çıxırsan, həm də nə edirsən? Özün üçün bir xeyir əldə edirsən. Hər bir halda quru yer qararsa, xüsusi hədis gəlirsə, orada nə olacaq? Atəşlə yanacaqdır, doğulacaqdır. Ancaq Allah qorusun, nədir? Məsələ mühimdir. Dəstəmaz məsələdirsə də nədir? Məsələ mühimdir. Buradan da deyək, gətirir ki, rafizələrə rəddiyə bir neçə vakitdən ki, rafizələr hansı ki, ayaqları yumurlar, məhz deyəndə də əks eləyirlər. Coraflar və ya xufu çıxardaraq üstündən nədir? Məhz çəkirlər. Bu da deyil, nədir? Ən böyük xatadır. Sonra da bəti hədisdə gətirir ki, deyir ki, bir gün deyir Peyğəmbər sallallahu aleyhi ve sellem gün batanda, gün orta vaxtı, gün batı demək, gün orta vaxtı bir həcirah dedikdə günün isti vaxtı. Günün isti vaxtı deyir Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, gəldi bizim yanımıza və deyir, ona deyir dəstəmaz almaq üçün su gətirdi və dəstəmaz aldı. Və deyir, insanlar dəstəmazın qalan suyundan götürərək öz üzərinə çəkdilər və bununla təbarrük elədilər ki, daha bərəkətli olsun. Və Peyğəmbər sallallahu aleyhi ve sellem bizlə zöhrü 2 rükət, əsri 2 rükət qılaraq deyir, önünə ənəzə bastırdı. Ənəzə nədir? Ağaçdan bir sütrə. Ağaçdan, çubuq belə bir şeydə sütrə nədir? Bastırdı və o cür nədir? Qıldı. Niyə bunu gətirir? Sonra şeyh açıqlayacaqdır. Başqa bir hədisdə gətirir ki, deyir ki, biqathi fihi ma'un və ghasala yadahu və vəchəhu fihi və məccə fihi thumma qalə ləhumə şirabə minhu fəəfriqə alə vücuhikuma və nuhurikumə. Və deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem dəstəməz aldı və onun dəstəmazından hansı ki, oradan o sudan içdilər, istifadə etdilər, yəni o suyun qalanından. Bu hədislər nədir? Buna uyğun hədislər nədir? Çoxdur. Və həmçinin başqa bir hədisdə də gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dəstəmaz alır. Dəstəmaz alanda növbəti hədislərdə inşallah o gələcək. Bir nəfər gəlir, deyir, bacım oğlu xəstədir. Ey Allahın Rasulü, ona ayaqları deyir, ağrıyır. Və Peyğəmbər dəstəmaz alır, dəstəmazın suyunu o içir. Peyğəmbər dəstəmazın suyunu neyinir? İçir, təbarrük olaraq içir və inşallah ki, Allahın iznilə nədir? Şəfə tapır. Yəni, buradan qəsd nədir əsasən? Peyğəmbər sallallahu aleyhi ve səlləmin qalan suyu və yaxud da onda dəstəmazının suyu nədir? Təbarrük eləmək nədir? İcazəlidir. Və burada şeyxə sual verirlər ki, başqa bir övliyanın, başqa bir tanınmış şəxsin elə etdiyində onun suyundan istifadə eləmək olarmı? Deyir, xeyr. Qəti şəkildə. Çünki o xas olaraq Peyğəmbər sallallahu aleyhi ve səlləm aiddir. Xas olaraq nədir? Ona aiddir. Bəzi alimlər gətirir ki, dünyasının dəyişibdir Peyğəmbər sallallahu aleyhi ve səlləm, lakin onun paltarı qalıbsa, həqiqi, özünküdürsə də ona təbarrük etməyə bəzilər icazə verir. Vallahi alim, yəni buna da bilmirəm, doğrusu nədir, Allah bilir, dəlil nədir, hardandır, vallahi alim. Və sonra gətirir ki, müəllif rahiməhullah ki,
səfər namazı. Orada deyir Peyğəmbər sallallahu əleyhi və səlləm hava isti idi və düşdü, deyir, günorta vaxtı bizim yanımıza gəldi və biz deyir səfər qıldıq. İki birləşdirdik. Orada deyir, əgər ehtiyac varsa da, insanlarla gedirsənsə də və yaxud da qonaq gedirsənsə də, baxırsan ehtiyac var, insanlar haldan düşür, yorulmaq ehtimalı çoxdur, yorğunçuluq. Onda deyir, dayandırıb, o səfər qılıb davam edə bilirsən. Səfər qılıb davam edə bilirsən. Və yaxud deyir, onda səfərin müddəti necə olmalıdır? Şeyx gətirir ki, bu Şeyx Hüseymin bu sözdə deyir ki, 20-dən çox rəy var. Şeyx Hüseyminə görə 20-dən çox rəy var deyir. Mühüm olanlar nədir? Əgər sən niyyət edibsənsə, 4 günə ki, işimi tamamlayıb qayıdacağım, İmam Əhmədin məşhur rəyinə görə 4 gün səfər qılıb və dinləməlisən, sonra müqimə çevirməlisən. Yəni, sənin niyyətinə bax. Neçə günlük niyyət edirsən. Əgər deyir, 4 günə niyyət edirsən və yaxud da tamamlanmır, artıq olur, 6 günə qayıdır, və 4 günlük olmur, 6 günə olur da. Onda deyir ki, 4 gündən sonra çıxırsan səfərdən, düşürsən nəyə? Müqimə. Bu da ki, İmam Şafii məzhəbinə görədir. Üçüncü gətirirlər ki, 19 gün, 15 gün, bu da Əbu Hənifə məzhəbinə görə 15 gün qıla bilərsən səfər. Və bir qismdə gətirir ki, 19 gün, İbn Abbasın hədisine görə Peyğəmbər Məkkədə 19 gün qaldı. Yəni 19 gün qıla bilərsən. Amma üstün rəy gətirir ki, İbn Teymiyyə rahimehullah ki, deyir ki, əs-səfər qat'u səfər rücu' ilə bələd. Səfərdə namazın qısaldılması öz ölkəni dönənə qədərdir. Sən 20 gün qal, sən 5 il qal, sən 10 il qal. Əgər sənin qəsdin qayıtmaqdırsa da, artıq deyir ki, nə eləməlisən? Necə? Səfər sayılır. O sənin günə də səfər sayılır. Və deyir ki, sahabələr heç biri Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra bu şeyi eləməyiblər. Nəyi? Təbarruk məsələsi. Eləməyiblərsə, demək artıq burada dəlil yoxdur ki, nədir? Təbarruk eləyərsən. Sonra yeni bir bab açır, burada kifayətlənək. Allah sonra bizə istifayələrdən etsin. Subhanallah, Allah'ın hamd, şəna ilə və estağfurullah və etûbü ileyh.